2026-cı il deyirsiniz, yəni bahalaşma il olacaq mı? Əlbəttə. Eləmi? Yəni belə bir dərin proqnoz var. Əlbəttə, yəni bu qaçılmazdır. Çünki güzəştlər ləğv olunursa, əksinə vergilər artırsa, bu bahalaşma deməkdir. Hansı iş adamı vergini cibindən ödəyir ki? Satdığı məhsulun göstərdiyi xidmətin üzərinə gəlir də. Rüsumu artırırsansa onun üzərinə gəlir. Vergini artırırsan onun üzərinə gəlir. O deyir sizə qəpik artırırsan benzinlə dizeli. Qəpik zat deyil. Dizel yanacaq 10% bağı var. 10%. 1 manatdan oldu, 1 manat 10 qəpik. Nə deməkdir bu? Kənd təsərrüfatı nə ilə işləyir? Aqrar sahə nə ilə işləyir? Dizellə işləyir. Traktordur, kombayndır, nə ilə işləyir? Sən onun qiyməti birdən birə 10% artıranda nə olacaq? Təbii ki, kənd təsərrüfatı məhsullarının da qiyməti qalxacaq da. Aqrar sahə elə bir sahədir ki, oranın maya dəyərində yanacağın tutumu 40-45%. 40-45%. Bunun üzərindən logistikanın da gələndə, daşımanın da gələndə, gəl 50%-i keçir. Yəni, sən maya dəyərinə belə təsir edən bir məsələdə, dizeldə birdən-birə 10% artıma gedirsənsə, deməli, qiymətlər artacaq. Və artımın da çox maraqlı əsaslandırılması oldu. Gördünüz Tarif Şurası tərəfindən, Nazirlər Kabineti tərəfindən. Dedi ki, hansısa bir yol fondu yaradılacaq da, yaradılıb daha doğrusu. Ora bir vəsait köçürüləcək və onlar da infrastrukturun yenilənməsində istifadə olunur. Nə var? Vergi verirəm də, get büdcədən yolda körpüdə özün bilərsən. Bunu qiymətin üzərinə niyə gəlirsiniz ki? Bu bir. İkincisi, Azərbaycanda ən son qiymət artımı olanda dizel 80 qəpikdən 1 manat oldu, 90 qəpikdən də 1 manat 10 qəpiyə də ayı 92 qalxdı Tarif Şurası tərəfindən. Onda neftin qiyməti 89 dollar idi dünyada. Bu açıqlama da verirlər ki, dünyada neftin qiyməti qalxır, ona görə də biz maya dəyərini hesabladıq, biz qiymətləri artırırıq. Eyvallah, da haradasa məntiq fason bir açıqlamadır. İndiki düşür. 59 dollardır neft. 89-dan 59-a düşüb. 30 dollar ucuzlaşıb neft son illərdə. Niyə artırırsınız ki? Baxın Gürcüstana, hər gün Gürcüstanın saytlarına girin, benzin ucuzlaşır. Hər gün. Qiymət düşdükcə avtomatik təsir edir benzin kolonu. Niyə siz qaldırmalısınız ki qiyməti? Bu qiymət artımı da hansısa yol infrastrukturu fonduna ödənişlərin olması ilə əlaqələndirmək ümumiyyətlə məntiqsizdir. Ümumiyyətlə məntiqsizdir. Mənim üçün fərqi yoxdur, siz o pulu hara xərcləyəcəksiniz. Məndən alırsınız axı. Mən yenə deyirəm, kənd təsərrüfatının işçilərinin 10%, əksinə onlara dizel yanacağını, Türkiyədə bilirsiniz də, çiftçilərə xüsusi endirimlər var. Dizel orada çox bahadır Türkiyədə. Oradan bahadır. Benzin də, dizel də bahadır. Amma onlar yarı qiymətə alır. Yarı qiymətə. Biz heç onu da istəmirik ki, yarı qiymətə verəsiniz. Halbuki verməlisiniz, Azərbaycan neft ölkəsidir və dizel bizim yerli istehsaldır. Onu da istəmirik, amma qiyməti də qaldırmayın da. İndi sabah çıxacaqlar, bəzi məmurlar, deyəcəklər ki, Azərbaycan kənd təsərrüfatı məhsullarında süni qiymət artımı var. Ən zəhləm gedən söz də odur, süni qiymət artımı. Süni qiymət artımı yoxdur. Kim artırır? Süni qiymət artımı ola bilməz. Siz bazar iqtisadiyyatındasınızsa, süni qiymət artımı, əgər süni qiymət artımı varsa, siz işləyə bilmirsiniz də deməli. Məmurlar işləyə bilmir də. Anti-insar qanunvericiliyi işləmir. Gedirlər o yazıq, nə bilim, ağa dairi, Tükazman xalanın dükanına, balaca dükanına. Böylərə girə bilmirlər, özünüz bilirsiniz. Gelirlər orada, deyirlər ki, sən süni qiymət artımı. O yazıqdır, deyir ki, yaxşı da etmə eləmə, cərimələmə, ala 500 manat, 300 manat çıx get. Görürsünüz ki, o Tükazman xala ilə Əli dayı, ağa dayı öz dükanında istənilən malı istədiyi qiymətə sata bilər. Yoxdur Azərbaycanda bununla bağlı hansısa bir qanunvericilik. Nə müdaxilə eləyə bilər dövlət? Satdıqdan, gəlirdən əldə etdiyi vergini vaxtında verir, vermir. Və yaxud da insan sağlamlığına zərər vuran yemək, ərzaq satır, satmır. Bu dövlət nəzarət eləməlidir. Yoxsa, əgər siz süni qiymət artımından mübarizə aparmaq istəyirsinizsə, bu balaca dükanda nə işiniz var ki? Ölkəyə mal gətirən şirkətlər bəllidir, 5-6 dənə iri şirkətdir. Çox böyük milyardlarla dollarlıq mal gətirirlər ölkə. Gedin görün, onları yoxlaya bilirsiniz. Gedin, onları yoxlayın da. Gedin, yoxlayın ki, kərə yağını neçəyə alıblar və neçəyə satılır. Budur məsələdə. Yəni, süni qiymət artımı deyəndə insanlar gedirlər o
kiçik fermerə, kiçik dükan sahibinə, kiçik nə bilim hansı biznesə ilişirlər. Bunların nə əlaqəsi var ki, süni qiymət artımı ilə? Yenə təkrarlayım, süni qiymət artımı anlayışı varsa, deməli ölkədə bazar iqtisadiyyatı yoxdur. Bazar iqtisadiyyatı varsa, süni qiymət artımı olmamalıdır, rəqabət bunu tənzimlənməlidir. Əgər məmur deyirsə ki, süni qiymət artımı var, deməli ərizəsini yazıb getməlidir ki, mən ölkədə bazar iqtisadiyyatı qura bilməmişəm, üzr istəyirəm, mən getdim, gedib balıq tutum, başqa işlə məşğul olum. Budur məsələ, hamı bir-birinin üzərinə atır. Problemi bir-birinin üzərinə atır. Nazir çıxır, öz işindən şikayət edir. Mən neynəməliyəm sənin üçün, qardaş? Gəldi şikayət elədi, sənin işindir də, mən neynəyim sənin üçün? Mən yaxşı tövsiyə onu verə bilərəm ki, ərzə yaz get. Ərzə yaz çıx, qardaş. Git başqa, bacardığın işlə məşğul ol. Bu ki, doğrudan da bacardığın başqa bir iş var. Git o işlə məşğul ol. Çıxır, hamı çıxır öz işindən şikayət edir ki, təhsildə problem var, nə bilim, iqtisadiyyatda problem var, maliyyədə problem var, nə bilim, bank sistemində problem var. Yox, bir problem var, həll edin də. Mənə niyə şikayət edirsən? Adam ürəyə alır başqasının dərdinə yanmaqdan, valla. Öz dərdimiz yadımızdan çıxır, onları Dünən pezeşkən deyirdi ki, gəlin, siz götürün, siz yaxşı işləyin. Bizdə onu deyən də yoxdur. O da yoxdur. Pezeşkən amma dünən deyirdi adamlara ki, şikayətlənirsiz, ölkəyə tətbiq olunan sanksiyalara baxın, fulana baxın və gəlin bu missiyanı siz götürün və edin. Elə bir açıqlaması var idi. Mən də heyrətləndim ki, bunu bu ölkənin prezidenti belə deyir. Düzdür də. Vaxtımız olsa İranla da bağlı bir-iki cümlə danışaq. Bu yerli idarə etməklə, ümumiyyətlə bu idarə etmə prosesi ilə bağlı, bax elə həm də ona görə vacibdir ki, bu icra hakimiyyətlərinin ləğvi, bələdiyyələrin gücləndirilməsi, gənc kadrlar orada yetişir. Gənc kadrlar hansısa holdinglərdə yetişməməlidir. İdarə etmək gənc kadrlar, məhz o bələdiyyədə yetişir. Bələdiyyə üzvü olmalıdır, bələdiyyənin sədr mavini olmalıdır, bələdiyyə sədri olmalıdır, yavaş-yavaş o xalqla işləməyi, dövlət nədir, dövlətçilik nədir, dövləti necə qorumaq lazımdır, dövlət maraqları nədir? Bizim məmurların 90% dövlət maraqları nədir bilmir. Elə bilir ki, dövlət marağı odur ki, onun işi ilə bağlı tənqici söyləyəndə əvvəl ən dəb mövzulardan biri odur ki, bizi düşmənlərimiz oxuyur sizdə. Mən 100 dəfə deyiblər mənə müxtəlif rütbəli məmurlar ki, sizə hörmətimiz var, amma siz yazırsınız, danışırsınız, bizim düşmənlər oxuyur. Bir abırçılıqdır da. Bu yaxşı işdə danışmasın. Bunlar dövlətçiliyi onda görürlər ki, başqaları bilməsin. Başqaları bilməsin. O dövlətçilik deyil. Əksinə dövləti yıxmaqdır. Dövləti yıxmaqdır. Dövlətin təməl prinsipləri ədalət olmalıdır. Təməl prinsipləri prezident də çağırış edib, neçə dəfə çağırış edib, ictimai nəzarət olmalıdır. İctimai nəzarət prezident çağırış edir, insanlar həvəslənir, gördüyü problemi çəkir, yazır, sosial şəbəkəyə gəlirlər, başından vururlar ki, sən hamıdan artıqsansa, niyə bu məsələni işıqlandırırsan? Niyə bu məsələndən danışırsan? Necə prezident deyib baxır? İctimai nəzarət lazımdır, doğrudan da lazımdır və tam dəstəkləyirəm bu yanaşmanı. Doğrudan da ictimai nəzarət lazımdır, ciddi şəkildə. Amma gəlin bizim medianın vəziyyətinə baxaq, gəlin bizim vətəndaş cəmiyyətinin vəziyyətinə baxaq. Bir dənə problemi qaldıran kimi balaca bir məmur özünü elə aparır ki, elə bil ki, dünya dağılacaq bu dəqiq. Bu problemi qaldırmasan, müzakirə olmasan, necə həll olacaq? Çünki problemin altında yatan özü bilər. Əlbəttə, yəni o açıqlanmasın, gün işığına çıxmasın. Hamı bir-birinə bu qədər bağlıdır və bu idarəetmədə olan problemlər həllini tapmasa, iqtisadiyyatda olan problemlər də həllini tapmayacaq. Aydın, burada sizə bir sual da veriblər. Mən istəyirəm ki, bunu da cavablandırasınız. Dünyada hökm sürən xaotik vəziyyət Azərbaycana necə təsir edəcək? Neft hasilatı azalır, sosial vəziyyət ağırlaşır, bayaqdan danışırıq. Amma burada bir cümlə var. Valyuta ehtiyatları nə zamana qədər kifayət edəcək deyirlər. Klassik nəzəriyyəyə görə bizim 3 il yarımlıq valyuta ehtiyatımız var. Yəni, yeməsək, içməsək, işləməsək, yəni daha doğrusu heç də istehsal eləməsək, hamımız getsək, evdə otursa, ölkənin 3 il o valyuta ehtiyatları ilə, 3 ildən də biraz çox saxlamaq olar. Yəni, pis deyil bu anlamda vəziyyət. Məsələ odur ki, o valyuta ehtiyatlarından biz necə istifadə edəcəyik? Xımır-xımır yiyəcəksə 5 ilə 10 ilə bitirəcəyik, sonra vəziyyət pis olacaq. Və yaxud da onu biz sığortaya çevirəcəyik, büdcənin doldurulması sığortasına, vergini, gömrüyü, cəriməni, rüsumu azaldacaq, sıfırlamaq doğru deyil, azaldacaq. 3 il, 4 il ölkə başlayacaq qaynamağa,
Yeni biznes, yeni imkanlar, yeni fürsətlər büdcə də olacaq neft fondunun hesabına, o valyuta ehtiyatları hesabına. 3 ildən, 4 ildən sonra ölkədə elə bir boom yaşanacaq ki, artıq o neft fonduna ehtiyac qalmayacaq. Olmayacaq. İqtisadi aktivlik özü büdcəmizdə dolduracaq. Dövləti də saxlayacaq, xalq da saxlayacaq. Bilirsiniz, hökumət bir qərar versin də, çəkinməsin nəzarətsiz varlı insanlarda, pul qazanan insanlarda, çəkinməsin. Elə bilir ki, kim pul qazanacaq, gedib siyasətə qoşulacaq. Əvvəlla qoşulmayacaq. Neyinə lazımdır ki? O pul qazanacaq deyəcək, buyur Antalya'da dincəlim, gələn il Maldivdə dincəlim. Gəlin Kanadanı görüm, Amerikanı gəzim. Yəni, bunlar deyirlər, yox, nəzarətdə olmalıdır, pul qazanan nəzarətdə olmalıdır. Rahat buraxın da. Bizdə milyonçu yoxdur rəsmi, milyarder yoxdur rəsmi. Allahın Ermənistanda 76 milyonçu var rəsmi. 2 dənə də rəsmi milyarder var. Eyni şey Gürcüstana da aiddir, 100-ə yaxın. Bizdə milyonlarla da qorxusan deyə bilmir ki, milyonlar. İş adamı da deyə bilmir. Eyni benim ayağıma başa düşdüm. Oğurluyub deyə qorxur. Amma iş adamı bunu halallıqla qazansın deyə qorxurlar. Məşhur misaldır, bir neçə dəfə demişəm bunu. Bu çox gözəl mənzərəni açır ölkədə. Bakı-Sumqayıt yolunda maşın xarab olur, təkər. Gedirik, giririk, təkər düzəldilən yer, kiçik təmir yeridir, hər şey var, xırda-xırda. Giririk ora, düşdük maşından, palçığın içində, suyun içində, belə pis gündə. Bir nəfər yaxınlaşdı, deyir, mən bilirəm siz nə düşünürsünüz, tanıdı da. Deyirəm, valla hələ özüm bilmirəm nə düşünürəm, siz tanıdan bilir. Deyir, mən buranın sahibiyəm, fikirləşdik, nə qanacaqsız adamdır buranın sahibi. Buranı bir daş düz, buranı bir asfalt qoy, bir palçığın, deyir, valla eləyərəm, pulum da var, qorxuram. Eləyən kimi tökülüşəcəklər ki, bunlardansa pulu yaranır. O gələcək bu gün, o yoxlama, bu yoxlama, o yoxlama, bir ona görə deyir, palçığın içində eşələnirəm.